2021-ci ilin belə bir dənə gözəl S580-i çıxır satışa. 48.000 yürüyüş, 173.500 dirhəm start qiymətlə avtomobil satışa çıxır. Kimə maraqlıdır, buyursun, yazsın. Tam ətrafında məlumat verək maşın haqqında. Heç bir zədəsi, buruğu, udarı, kraskası yoxdur maşının. Hər kəsə salam. Gördüyünüz kimi 2021-ci ilin GT43-ü AMC. GT43. Kimə maraqlıdır, buyursun, yazsın. Ətraflı maşın haqqında məlumat verək. Axşam aksiyondadır maşın. Allah göndərək qardaşlar. Kim istəyir, buyursun, əlaqə saxlasın. 2021 BMW X5 G05 85.000 mil yürüyüşlə $20.000 start qiymətlə girir aksiyona. S-Drive də 360 kamera, head-up display, ağ dəri salon, oturacaqların isidilməsi var, panoramik dam. Link kodunu burada qeyd edirəm. Maşın tam zədəsizdir. Tam zədəsiz beskraska maşındır. Qardaş, bax 2025-də Lexus LX700H hibrid. Twin turbo 3.4 motor hibriddir. Zədəsi bax 2 qapıdadır. Qabaq qapı dəyişəcək, arxa qapını düzəldəcək. Düzgün qapaq alınmalıdır. Öz rəngində 2 dənə qapı da alıb qoya bilərik. Beskraska. 5000 mil cəmi yürüyüşü var maşının. Cəmi 5000 mildir. Head-up var, 360 var. Belə bir dənə luxury salondur. 2 dənə damın ayraba qatıb. 2 dənə dam ayraba qatıb. Onun təzəsini, orijinalını alıb buradan qoyacağıq. Oturacağın isidilməsi, havalandırması, hər bir şey var. Tam full komplektasiyadır. Arxa monitorlar, arxa pərdə. 255.000 dirhəmlə çıxır aksiyona, $70.000. Səmə də arxası. 2017-ci ilin Mercedes C300 çıxır aksiyona. 87.000 yürüyüşü var maşının, 28.000 dirhəm start qiymətdən. Deməli, əziz dostlar, qabaq buferin də xırda zədəsi var aşağı hissəsində, bax gördüyünüz kimi. Bufer qara plasması lazım olacaq. Qabağında maşının digər bir zədəsi yoxdur. Qaçdı fara ilə maşın. Sağı maşının zədəsiz. Arxası maşının zədəsiz. Solundan maşının zədəsi yoxdur. Böyük sunrooflandı maşın. Kör nöqtənin sensoru var. Silin elektron dərolması yaddaş paketdə. Silin qızdırıcı gördüyünüz kimi qara koca salon, qara tavan, bir dənə buranı addelini dəyişmək lazım olacaq. Maşının vini baxa bilərsiniz. İstəyən olsa əlaqə saxlasın, əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. Buyurun əziz dostlar, zəhrənizi gözləyirik. 17-ci ilin əziz dostlar, belə bir gözəl Mercedes C300 kupesi çıxır görürsünüz. Maşın 2 qapıdır. Sol hissəsində və ön hissəsində maşının zədəsi yoxdur. Belə bir qaçlı far aylandı gördüyünüz kimi. Sağda maşının zədəsiz, yarasa güzgülər qoyulubdur. Karbon işləməklə gördüyünüz kimi. Arxasında maşının zədəsiz. Solda maşının zədəsiz. Böyük sunroofu var maşının, açarsız daxil olma, kör nöqtə sensoru var. Belə bir möhtəşəm qırmızı salon əziz dostlar, çox gözəl salonu var maşının. Kim istəsə əlaqə saxlasın, Burmester səs sistemi, silinə qızdırıcı, soyuducu, elektron dərolunma yaddaş paketi ilə vininə baxa bilərsiniz. Möhtəşəm bir maşın əziz dostlar, gözəl qiymətdə bu maşını əldə edə bilərik. 2001 Hyundai Palisade əziz ağalar, əziz dostlar, gözəl maşındır. 38.000 yürüyüşü var, 35.000 dirhəm start qiymətdən çıxır. Maşının sağında heç bir zədəsi yoxdur. Maşına bir dənə lazımdır. Qabaq bamper,
Və əziz dostlar, far lazım olacaq maşına. Gördüyünüz kimi bakavinində, lanjilonda ciddi bir zədəsi yoxdur. Sol hissəsində də maşının zədəsi yoxdur. Və arxası da maşının zədəsiz. Gördüyünüz kimi əziz dostlar, keçək maşının interyerinə. Rol dizayna basılıbdır. Öz olaq izləmə var, elektron əl eləci var. Əziz dostlar, çox gözəl qiymətə bu maşını əldə edə bilərik. Kim istəsə əlaqə saxlasın. Buyurun, buna maşının vini. Zəylənizi gözləyirik.